Azərbaycanın bir dana da mən deyərdim mənim üçün böyük bir şəxsiyyətlərindən var ki, istəyirik bugün onu yad eləyək. Onun haqqında mahnı da var, şeir də yazılıb və o özü tez aramızdan geçsə də, amma onun kitabları, əsərləri xüsusən uşaqlar üçün həmişə yadda qalacaq. Hər bir siyasətdən uzaq, hər bir fikirdən uzaq, bir insan kimi və bir şəxsiyyət kimi. Və bu şəxs Səməd Behrəngidir. شخصیت بزرگ برای من خیلی بزرگ این شخصیت سمد بهرنگی نویسنده، یعنی کتاب‌های زیادی برای بچه‌ها حتی برای بزرگ‌ها من اینطوری میتونم بگم. امشب ما یک آهنگی داریم، یعنی آهنگ خیلی معروفیه که تو آذربایجان، یعنی تو تبریز و همه جا، یعنی اینو همه میشناسن و این آهنگ اصلا برای این شخصیت بزرگوار شعراش گفته شده. ما امروز یه ترکیبی انجام دادیم با ساز عاشقی برای اولین بار من میدونم و یک ساز کلاسیک اروپایی. ببینیم حالا نمیدونم، انشالله که خوشتون میاد. Araz araz ay araz Sultan araz khan araz Qoy tökülsün qan araz Göz yaşına baxan yox Qoy tökülsün qan araz Araz üstə buz üstə Kebab yanar köz üstə Araz üstə buz üstə Kebab yanar köz üstə Qoy məni öldürsünlər Danışdığım söz üstə Qoy məni öldürsünlər Danışdığım söz üstə Səməd gəlir gülə gülə Döşündə bax qızıl gülə Səməd gəlir gülə gülə Döşündə bax qızıl gülə Hər əlində 4 kitab Göndərdi bizim dilə Hər əlində 4 kitab Göndərdi bizim dilə Ana səndən kim geçti, kim